Allah'ın salamı və rəhməti üzərinizə olsun inşallah. Necəsiz qızlar? Ümid edirəm hər kəs yaxşıdır. Kanalıma və yeni bir vloguma xoş gəldiniz. Mən də yaxşıyam. Bu arada sizlər üçün çoxlu vloglar çəkmişəm. Sadəcə paylaşmağa zaman etmirdim. Bu aralar evdə başım biraz çox qarışıq idi müəyyən işlərə. Ona görə demək qızlar, səhəri açmışıq. Biz səhər yeməyi yedik. Ömər də yedirtdim. Ondan sonra qabları burada gördüyünüz kimi yuram. Və qabları nə yeməyi pişirim onu düşünürəm. Çoxdandır qovrulmuş vermiş eləmirdim. Bəlkə onu pişirərəm toyuq padlivka ilə. Amma sabaha da istəyirəm ki, piraşki eləyim. Prosta bilmirəm necə vaxt eləyim ki, Ömərin əlindən mən rahat-rahat işimi görə bilim. Xəmir işi görəndə elə bilir ki, oyun oynayıram. Gəlir ki, bəs mənə də xəmir ver, mən də oturum yanında falan. Ona görə çox çətinlik çəkirəm. Yenə evdə adam olanda heç olmasa biri oynadır onu, başı qarışır. Amma mənlə tək olanda mənə lap çətin olur. Sizdə necədir qızlar? Balaca körpəsi olan analar yazarsınız. Sizin uşaqlar da bütün gün dalınızca gəzir və bu proses neçə yaşına qədər davam edəcək? Həqiqətən mənə çox maraqlıdır. Məsələn, ətrafımda rəfiqələrim var ki, artıq 10 yaşında, 11 yaşında övladları var. Hərəsi müəyyən bir yaş dövrüdür. Bilmirəm, bəlkə də uşaqdan uşağa da fərq var. Anaya bağlılığından və yaxud qız, oğlan olmağından da biraz fərqlənir bu proses. Amma bilmirəm, yəni yaşayıb görəcəyik düzdür. Amma mənə maraqlıdır siz izləyicilərimin də fikri ki, neçə yaşa qədər bu proses davam edir, dalca gəzmək, mətbəxdə, hər şeyə maraq göstərmək. Bilirəm təxmini ki, hal-hazırda hər şey kəşf edir, bunlar hamısı normaldır. Amma bəzən həqiqətən tək olanda ev işlərini çatdırmaq çox çətinlik çəkirəm. Hətta düşünün ki, artıq bəzən dəftərə belə yazıram ki, bugün nə iş görəcəm ki, yadımdan çıxmasın sıralamam və ardıcılığı pozmayım ki, bütün o günlük o qaydam pozulmasın ki, bütün işlərimi çatdıra bilim. Çatdıra bilməyəndə əvvəl lap çox üzülürdüm qızlar, amma indi çox da üzülməməyə çalışıram ki, yəni normaldır, uşaq balacadır, bunlar hamısı normaldır. Çox üzülmə, sabah da var, sabah eləyərsən işləri. Amma yenə də biz xanımlar belə edək, xüsusən də körpəsi olanlar istəyirlər ki, hər şey qəşəng olsun, yaxşı olsun, çatdırsınlar. Belə, burada da həyətə çıxmışam, sizə göstərirəm bağ-bağçamı. Deməyə qızlar, mən evə qalxdım. Yoldaşım dedi ki, beləmə işini, torpağı mən özüm eləyəcəm. Sadəcə mən qızıl güllərin dərmanlanmasını eləyəcəm inşallah. O da bugün eləməyəcəm, çünki külək qalxdı ona görə. Amma yoldaşım külək də olsa o beləmə işini görməlidir, çünki günə qatırıq, ondan sonra vaxtı olmayacaq, evdə olmur çünki həmişə. Belə, mən də qalxdım evə, öz padlivkamı indi hazırlayacağım. Toyuğumu yudum, belə qoymuşam tavaya. Bir dəfə bir izləyici yazdı ki, toyuğu qaynatmadan pişirdiniz. Mən buradan demək istəyirəm ki, padlivka eləyəndə mən yəni onu sup kimi qaynatmıram. Zaten o suyunu buraxır və toyuq da ət deyil ki, belə bərk olsun, pişməsin. Öz sokunda, yəni suyunu buraxır falan. Yəni suyunda pişir də, belə deyim, bir problem də olmur. Duz falan əlavə eləmirəm ki, bərkiməsin əti. Elə öz suyunu buraxır. Üzərinə də soğan əlavə eləyirəm. Soğan da öz suyunu toyuğa keçirdir. Yenə bir-birlərinin suyunda pişirlər. Yəni pişir də, yəni çiğ mən də özüm üçün pişirirəm də, belə deyim. O izləyici üçün pişirmirəm ki, narahat olur bu qədər. Hər halda çiğ ət yemərəm, narahat olmasın. Təmiz, tərtəmiz pişirirəm yeməyimi. Arxayın olsun buradan o izləyici də. Belə qəşəng indi gördüyünüz kimi qovrulmuş vermişəm də qovuram. Bu arada geniş tavam, ikisi də zayntidir. Ona görə məcbur bu qazanda qoydum vermişeli, amma görürəm ki, burada pişirə bilməyəcəm, lapa ola bilər, çünki dardır yeri, qəşəng qovrulmur, yəni yapışa bilər. Ona görə də indi qazanı dəyişəcəm, başqa bir tavaya keçirəcəm, baxım görüm necə yer dəyişmə eləyirəm. Belə, burada da padlivkam hazır olur, artıq sarı kök əlavə elədim, duz əlavə elədim, gözəl bir şəkildə, biraz da pişsinlər. Su hələ əlavə eləməmişəm, hələ öz sularında pişirlər. Valla soğan da o kadar su bırakır ki, inanın, bilmirəm bu soğanlar niye bu kadar suludur. Elə pişirir suyunda. Belə. Sonda da çox az tomat da əlavə eləyəcəm. Qızlar, gəldim. Bayaqdan video çəkə bilmirəm.
Başım biraz işe qarışmışdı deyə yine başlattım videonu. İndi bazarlığı çəkeyim. Demiştim, düzdür, mən kırlangıcın soyağını demiştim. Ama oradaki burada evin yanındaki markete girip mecbur, çünkü vakti olmuyor. Deyirlər bu var idi, yaxşı, onu aldım. Belə bir dənə qatıq götürüb, lavaş 10 dənə, belə yoğurt. Mən bu yoğurtu nə Ömərə vermirəm, də özüm yemirəm. Bunu özü üçün alıb. Ümumiyyətcə mən Ömərə hələ də belə paçkada heç nə vermirəm qızlar. Bacardığım qədər də verməyəcəm. Qarğıdalı dedim, alginə konserve biraz ki salat eləyəcəm. Sabaha yüngülvari salat da olsun yeməyimizin yanında. Belə un aldı. İstəyirəm piraşka eləyim. Onu maz edildim, bizdən çatmaz. Belə konfetlər alıb, barak, albeni falan. Burada da belə bəyəndiyi konfetlərdən yumurta, ketçup alıb. Bunu mən deməmişəm, özü alıb. Bunu özü üçün alıb, mən yemirəm kalbasa. Kalbasa belə alıb, pendir alıb, içine pendirin çəkilmiş variantı, yumurta, burada kartof soğan biraz belə. Bu qızlar aylıq bazarlıq deyil, elə belə həftə sonu bəzən olur ki, belə bəzi şeylər bitir, alırıq. Burada da qızlar hazırlamışdım belə börəklər, qəşəng. Tez-tez hazırlayıram mən bu börəkdən, atışdırmalı kimi. Bir də görürsünüz ki, qazan yeməyi adam istəmir yemək, belə adam yeyir. İçində nədir demək, göyərtidir, şomudur. Qutabın içində nə gedir göyərtilər? Bax, o göyərtilərin hamısından var. Soğanla qovurmuşam və demək, plavni pendir, yəni Holland pendiri Türkadan keçirmişəm. Əslində qızlar, ağ pendir də əlavə eləmək olur. Amma yəni ki, bilir də bu belə qeyri-adi bir resept deyil. Keçən səfər ağ pendirlə elədim. Bu dəfə isə dedim Holland pendirin olsun. Onda da belə axışqan olur. Bir qəşəng işləyəndə belə pizza kimi axışqan olur. Belə 4 dənəsi burada qızarsın. Burada da 5-6 dənə, yox 5 dənə var, 9 dənə. Bir dənəsini Ömər elə lavaşı qızartmamış yedi. Bayaqları ona görə 10 dənə olacaqdı yoxsa. Belə mən də bundan bir dənə yeyəcəm qızlar. Çünki mən biraz yeməyimə fikir verməyə çalışıram. Ona görə bir dənə yeyəcəm. Elə qızlar, bazarlığımı yer-ber eləyim. Bu da pişsin, oturaq biz nuş eləyək. Günəşin şüalar düşür. O qədər qəşəng görsən ki, mətbəx. Adam heç mətbəxdən çıxmaq istəmir. Belə. İndi salfetkanın üstünə qoyuram ki, yağ çox olmasın ki, Ömər də birdən istəyər yemək yenə uşaq. Belə pülü hazırlamışam. İndi yanına soğança eləyəcəm. Qışa sarı köklə, kərə yağında. Soğançasız biz püre xoşlamırıq. Sonra çay süzmüşəm. Bir dənə çay çək. Qışa çay dəmləmişəm. Belə katlit qoymuşam. Ömər üçün pişsin. Belə hazırlayıram. Məsəl üçün 2 gün, 3 gün belə yeyir də. Nə də göstərdən belə özümüz də götürürük, yedik. Ona görə belə hazırladım. Bir qismini də qoydum buzluğa. İndi çay da süzüm. Qəşəng biz çay çək qızlar, sonra piraşka yeyəcəm. O püreyi nəyə görə yeyəcəm? Piraşkaya görə. Piraşka yeyəcəm inşallah, Allahın izniyle. Bu da məşqamandır. Ömər belə 2 dənə belə görsüz yeyir. Məsəl üçün uşaq var ki, kotlet, makaron, kotlet, kartof belə yan-yana yeyir də. Ömər yemir. Ona görə məsəl üçün 2 dənə yemək qoysam qabına, o ikisindən birini yeyəcək. Yəni bu da belədir də, istəmir. Məsələn, makaron, kotlet görsə, kotleti yeyəcək, makaron qalacaq. Ya makaron yeyəcək, ət qalacaq. Ona görə də mən elə hamısını etap-etap gün ərzində ayırıram, belə verirəm. Əsas da ki, yesinlər, fərqi var. Gəldim. Gəldim. Atam oynayır, çağırıb məni ki, görə baxalım necə oynayır. Belə yəni ona görə məsəl üçün 2 dənə belə kotleti verirəm. Bəzən olur yeyir, bəzən olur yemir, bəzən olur bir dənə yeyir, bəzən olur heç istəmir ət. Olur da indi axırı mən bişirirəm. Belə gedim biraz çayımı içim, qazımın gününə baxın nə haldadır. Neysə. Yeni gələrəm. Neyləsəm çəkəcəm sizin üçün qızlar. Demək qızlar, xəmirim üçün bayana qoymuşam, aktivləşsin. Piraşkim gəlmişəm pişirim. Ömər də yanımdadır. İngilis mürtü var bir dənə, ona baxır, xoşlayır onu. Mən bura nə əlavə eləmişəm? Yarı stəkan su, sonra ilıq su, əl yandırmayan dərəcədə ilıq. 1 xörək qaşığı un, 1 xörək qaşığı şəkər tozu və quru maya 1 belə çay qaşığı. Bunu saxlayıram, qarışdırıram qəşəng ki, aktivləşsin. Aktivləşəndən sonra bunun üzərinə əlavə edəcəm. Hal-hazırda gecə saat 12-dir və mən Ömərə yatırtmışam. 1 saat olar.
Bunu da koymuştum ki bu qəşəng gəlsin. Üstünü falan bağlamışdım. Çox qəşəng qalxıb. İndi bunu qəşəng çıxartacağım. Havasını falan. Sonra güzel bir şekilde kündələrə ayıraram. Belə. Bu arada Ömər hələ mənim yerimdə yatıb. Nəsə bu aralar istəyir mənim yerimdə yatmaq. Düz yeri açmamışam. Prosta belə də üstündə pakrivalın üstündə uzatmışam onu. Dedim qoy biraz da tam yuxuya getsin. 12'ye qalır 10 dəqiqə. Aparım indi 15'inə qoyum. Gəlin bunları kündələrə qəşəng ayırım. Qəşəng qızardım. Axşamdan hazır olsun. Qoyum. Balaca bir tazikam. Səhər inşallah nuş eləyərlər evdəkilər. Bu vlogu bəlkə sabah da davam edim. Bəlkə elə burada bitirərəm, bilmirəm. Hazırlayıb bəlkə də bitirərəm. Sabah başqa vlog başladaram. Bax görək gedişat necə olur qızlar. Demək qızlar, başladım kündələrimi tutmağa. Onu deyim ki, bugün özətini keçim sizə. Demək gördüyünüz kimi qavrulmuş vermişlər, pişirmişdim toyuqla. Onu yedilər. Ev əhli biraz qalıb sabaha o heç. Sonra katlet qəşəng qızartdım oğluma. Məşqə üçün. İndi istəsə sabah yoldaşım katletlə vermişlər də yeyə bilər. Belə atışdırmaq, piraşkilər də eləyirəm. O şimdi evdə olsun da 2-3 cür yemək. Ondan sonra da ki salat da eləmək istəyirdim. Da salatı bugün çatdırmayacağım. Heç də olmaz sabah eləyərəm onu. Qarğıdalı salatı. Evdə olsun salatda fərqlilikdə adam eyni şeydən hərdən yorulur. Eyni dadlardan. Belə. Bu arada gecə niyə bunu eləyirəm? Çünki gündüz vaxtı yenə də deyirəm Ömər buna imkan verməyəcək. Mən eləyim rahat. Gedir, gəlir, yapışır adama. Ona görə ən gözəli belə fərqli nəsə istəyirsənsə xəmir yemək axşamdan hazırlamaqdır. Qızlar bu da mənim qəşəng piraşkilərim. Oradakiler de kızarır. Bu arada onu deyim ki o kadar qəşəng xəmir alınıb. Qaldıqca da şişir, qaldıqca da şişir. Çox qəşəngdir. Belə içliyim də qalıb. Burada da belə hələ xəmirdən qalıb. Biraz da çıxacaq. Belə. Baxın işığını söndürmüşəm. Uşaq yatıb deyə ona görə belə çəkirəm. Demək pişdi hamısı çox şükür. İndi bunu bir kənara qoyacağım ki soysun. Ben de buraları yığışdırım. Ama sizinle burada sağlaşacağım. Bakın. Burada biraz qabım var. Buraları yığışdırdım. Çaynikimi falan uzağa koymuştum. Burada bir iki tane qabı. Onları yuyacağım. Bu tavanı koyacağım bir kenara. Qapağını bağlayacağım ki soysun səhərə qədər. Bunun icabına tüklərimi sava baxacağım. Qazı bir dənə yuyacağım. Oraları siləcəm. Dəzgah все. Ona görə də sağlaşmaq istəyirəm. Çox qəşəng alandır. İstəmirəm indi bölüm. Çünki bölsəm sabah bölərəm qızlar. Sabah vlog başlayacağım. Onu da bölüb sizə göstərirəm. Bölsəm yemək istəyəcəm ona görə. Bölməyim deyirəm. Həm də pozmayım da şəkli səhər duranda ev əhli görsün. Ne qəşəng piraşkilər hazırlamışam onlar üçün. Siz də vlogu bəyəndinizsə like etməyi, abunə olmağı və bol yorum yazmağı, mənə dəstək olmağı unutmayın. Sağ olun, salamat qalın. Görüşərik inşallah.